Hər kəsə salam. Bugünkü mövzumuz kimya birinci hissə test toplusundan deməli situasiyalar olacaq. Başlayaq situasiya nömrə 1-dən. Deməli, deyir ki, laboratoriyada şagird müəllimin tapşırığı ilə içərisinə dəmir lövhə salınmış kimyəvi stəkan götürüb. Deməli, kimyəvi stəkanımız var və içində dəmir lövhə var. Sonra isə üstünə bir qədər qatı sulfat turşusu əlavə edibdir və bu zaman heç bir reaksiya baş verməyib. Və biz də sulfat turşusu dərsindən və yaxud da dəmir dərsindən bilirik ki, dəmir, daha sonra alüminium və xrom qatı sulfat turşusu ilə adi şəraitdə reaksiyaya getmir. Mütləq burada temperatur şəraiti olmalıdır, yəni qızdırmalıdır. Deyir ki, daha sonra onu qızdırmağa başlayıbdır və bir neçə dəqiqədən sonra dəmir lövhə tədricən həll olubdur və qaz qabarcıqları ayrılıbdır. Deməli, burada reaksiya gedibdir. Reaksiyanı yazaq. Bizdən də ikinci sualda reaksiyanın tənliyini və əmsallaşdırmamızı istəyir onsuz. Deməli, dəmir üstəgəlinsin H2SO4 alınır buradan dəmir sulfat, dəmir 3 sulfat daha doğrusu. Üstəgəlinsin SO2, üstəgəlinsin H2O. Deməli, bizdən deyir ki, birinci sualda alınan qazın kimyəvi formulu SO2-dir və molekulunda olan rabitələrin ümumi sayı. Deməli, SO2-nin quruluşu belədir. Kükürt 4 valentlidir, oksigen 2 valentlidir və burada da cəmi 4 dənə rabitəmiz var. Baxın, 4 dənə rabitə gördük. Sonra ikinci sualda isə bizdən istəyir reaksiyanın tənliyi və əmsallaşdırılması. Gəlin əmsallaşdıraq. Demək, bu tərəfdə 2 dəmir var, burada 2 ata bilərəm. Daha sonra deməli SO4 3 dəfədir burada. Məsələn, burada 3 atsaq, bura 6 atsaq. Burada 6 atsaq, reaksiyanın əmsallaşdırılması tamamdır. Siz istəsəz bunu balans tənliyi ilə də qura bilərsiniz. Sonra üçüncü sualda isə deyir ki, bu qədər kəskin eyli qaz alınır. Yəni SO2-dən söhbət gedir. Dəmir lövhənin kütləsi deyir neçə qram azalar. Neçə qram azalar o deməkdir ki, yəni nə qədər dəmir reaksiyaya sərf olunubdur. Gəlin yazaq. Deməli 3,36 litr SO2 normalda nə qədərdir? 3 vurulsun 22,4 bərabərdir X. Aşağısında isə yazırıq ki, 2 vurulsun 56. Burada ixtisarlarımızı aparacağıq. Böləndə deməli düşəcək. Burada 20. Və 20x-lə yenə də 2 ilə ixtisar aparaq. 10. 10x bərabərdir 56. X də bərabərdir 5,6. Bu da oldu bizdə birinci situasiya. Keçdik ikinciyə. Deyir, müəllim şagirdlərə xlor birləşməsinin natrium metalı ilə reaksiyasından alınan alkanın havaya görə nisbi sıxlığının 2-yə bərabər olduğunu dedi. Deməli, bu hansı reaksiyadır? Vürs reaksiyasıdır. Vürs reaksiyasının mahiyyətini yadımıza salaq ki, vürs reaksiyası karbon zəncirinin uzanması ilə gedir və monohalogenli alkanlardan daha böyük karbon zəncirli alkanların alınması ilə müşahidə olunur. Deməli, xlor birləşməsi götürübdür, üstünə natrium gəlibdir. Alıbdır, deməli, buradan üstə gəlinsin 2 mol natrium xlor. Xlordan 2 mol götürüb, natriumdan 2 mol götürüb, beləliklə də bu birləşməni alıbdır. İndi deyir ki, alınan alkanın havaya görə nisbi sıxlığı 2-dir. Biz də havanın ümumiyyətlə sıxlığının mR hava bərabərdir 29 olduğunu bilirik. Əgər ki, havaya görə nisbi sıxlığı 2-yə bərabərdirsə, onda alkanımızın mR nəyə bərabərdir? 58-ə. Biz də alkanlar üçün mR'in 14 plus 2 olduğunu bilirik. Bunu bərabər edirəm 58-ə və m bərabərdir. Buradan tapıram ki, 4. Yəni 4 karbonlu alkan, yəni hansı C4H10 olduğunu tapıram. İndi davam edək. Deyir ki, həmçinin izah eləyib ki, xlor birləşməsinin kalium OH-ın spirtdə məhlulu ilə qızdırılmasından alınan X üzvü birləşməsinin polimerləşmə məhsulu kimya sənayesinin hazırda ən çox sintez olunan məhsullarından biri hesab olunur. Gəlin bir dənə biz maddəmizi müqayisə edək. Deməli, C4H10-u açaq. Belə açılır. CH3, CH2, CH2 və CH3 şəklində. Deməli, bizim də
birləşməmizin məhsul formulu Er-R idi. Gəlin bunu ortadan bölək. Deməli, bizim radikalımız burada CH3-CH2, yəni etil radikalı imiş. Aha, bizdən nə istəyir? Dördüncü sualda istəyir ki, R radikalını tap. R radikalını tapdıq, etil. Aha. Və X birləşməsinin quruluş formulunu istəyir. X birləşməsinin quruluş formulunu da gəlin axtaraq. Deməli, monohalogenli alkanlara qələvi məhlulu ilə təsir etdikdə, qələvinin spirtdə məhlulu ilə təsir etdikdə biz alkan alırıq. Deməli, bu C2H5 xlor imiş. Ona kalium OH-ın spirtdə məhlulu ilə təsir edəndə buradan nə alacağıq? Alacağıq C2H4. Aha, tapdıq biz X birləşməsini. Bu bizim X birləşməmizdir. Bu isə R radikalımızdır. Sonra nə deyir? Deyir ki, X birləşməsinin polimerləşmə reaksiyasının tənliyini yazın. Ümumiyyətlə, polimerləşmə yadımıza salaq ki, nə idi? Polimerləşmə bir monomerdən, yəni kiçik hissəcikdən böyük hissəcikdir, yəni polimer maddənin alınması reaksiyası idi. N dənə götürürəm C2H4 və buradan nə alacağam? Və bu reaksiya ümumiyyətlə adi şəraitdə getmir. Yüksək deməli temperaturda, təzyiqdə və katalizator iştirakında gedir və buradan alırıq CH2-CH2-dən N dənə. Aha, bu da oldu bizim polimerləşmə reaksiyamız. Sonra polimerləşmə reaksiyasından çıxımı 80%-dirsə, 1000 mol X birləşməsindən alınan polimerin kütləsini istəyir. Deməli, ümumiyyətlə, praktiki çıxım nədir? Praktiki çıxım odur ki, biz normalda hər hansısa bir monomer, hər hansısa bir reaktiv götürmüşüksə, onun hamısı reaksiya sərf olunmalıdır. Ancaq kimyada həmişə hər şey laboratoriyalarda tam şəkildə alınmır. Bəzən olur ki, bizim gözlədiyimizdən daha az miqdarda alınır. Bu praktiki çıxımla bağlıdır. Yəni 1000 mol götürmüşüksə, onun praktiki çıxımı 80% olubdur. Yəni 1000 moldan hamısı sərf olunmayıbdır, onun 80%, yəni 800 molu sərf olunubdur reaksiyaya. Deməli, 800 mol onda X birləşməsinin polimeri neçə kiloqramdır, onu tapmağımızı istəyir. Gəlin tapaq. Deməli, biz CH4-ün emerinin neçə olduğunu bilirik, 28 olduğunu bilirik. Gəlin vuraq 800 mola görə elə burada neçə qram alınır. Hələ ki qramla tapaq, sonra cavabı bizdən kiloqramla istəyib kiloqrama çevirərik. Bu da eləyəcək hardasa 2240. Və bu qramdır. İndi kiloqrama çevirmək istəyiriksə 2,24 kiloqram almış olacağıq. İndi isə keçək situasiya nömrə 3-ə. Nə deyir? Deyir ki, laboratoriyada şagird müəllimin tapşırığı ilə elektrik naqillərinin, məftillərin, mətbəx qab-qacaqlarının hazırlanmasında istifadə olunan X metalının nitrat duzu məhluluna bir qədər natrium OH məhlulu əlavə etdi. Əvvəlcə biz buradan bilməliyik ki, söhbət hansı metaldan gedir? Elektrik naqilləri, məftillər, mətbəx qab-qacaqlarının hazırlanmasında istifadə olunan bu metal alüminium metaldır. Alüminium dərsində biz bunu keçirik. Deməli, deyir ki, X metalının nitrat duzu məhluluna, demək onun nitrat duzu məhlulu nədir? Alüminium NO3 3 dəfə. Bir qədər natrium OH məhlulu əlavə edib. Əla. O əvvəlcə ağ rəngli həlməşiyə bənzər Y çöküntüsünün alındığını müşahidə edibdir. Demək, bu reaksiyadan nə alacağıq? Alüminium OH 3. Üstə gəlinsin natrium NO3, gəlin əmsallaşdıraq. Deməli, bura ataq 3, burada ataq 3. Əmsalımız hazır. Deməli, burada çöküntümüz kimdir? Alüminium OH3. Deməli, ağ rəngli həlməşiyə bənzər Y çöküntüsü budur. Və natrium OH məhlulunun artıq miqdarını əlavə etdiksə, alınmış çöküntünün həll olduğunu müşahidə etdi. Yəni demək istəyir ki, sonra alüminium OH3-lə natrium OH-ın reaksiyasını aparıbdır və burada yenə həll olma gedibdir. O reaksiya artıq ikinci mərhələdə olacaq. Gəlin baxaq suallara. X və Y maddələrinin kimyəvi formullarını istəyir. X-i tapdıq ki, X-imiz alüminiumdur, Y-imiz isə alüminium OH3-dür. Çöküntünün əmələ gəlməsini ifadə edən reaksiyanın tənliyini yazıb əmsallaşdırmamızı istəyir, hansı ki biz onu artıq yazmışıq.
İndi isə baxaq 9-a. Deməli, 0,2 mol X metalının, yəni alüminiumun artıq miqdarda natrium OH məhlulu ilə reaksiyası, məhlul deyirsə H2O da var. Deməli, alınan qaz, burdan alınır natrium, alüminium, O2 üstə gəlsin H2 qazı. Bu qazın həcmini istəyir. Gəlin birinci bu reaksiyanı əmsallaşdıraq görək. Demək, əmsallaşdıranda hər tərəfə 2 düşür, bir dənə hidrogenə 3 düşür. Gəlin indi baxaq. 0,2 mol mənə alüminium verib, aşağısına nə yazmalıyam? Mol miqdarını, yəni reaksiyadakı əmsalını bərabərdir. X nə istəyir? Alınan qazın həcmini. Yəni 3 vurulsun 22,4 istəyir və buradan da X-i tapırıq ki, alt tam %72 litr imiş.